Aha, salam uşaqlar, necəsiz? Deməli, biz bugün sürət və arifləşmə məsələlərinə baxacağıq. Məsələn, buradan 217-yə baxırıq. Deməli, qrafik təsvir 256, 256 vurusun. Ümumiyyətlə, burada birinci nəyi tapırıq? Biz həcmi tapırıq. 256 neçədir? 2 üstü 8-dir. 2 üstü 9 vurulsun. 2 üstü 3. Bu 2 üstü 3 hardan gəlir? Deməli, bu bərabər olur. 2 üstü 8-ə vuran biz 8 biti götürürük. Bu da eləyir. Deməli, bizə nəyinə soruşur? Kilobaytla. Kilobayt dediyinə görə 2 üstü 13-ə bölürəm. Deməli, bu eləyir 2 üstü nə? 9. Bu da bir dəqiqə. Bu 11. Bu eləyir 2 üstü 7, yəni 128. Bizdən 20% sıxlaşdırma deyirsə, mən demişdim ki, 128-in avtomatik 80%-ni tapırıq, bu bizə kifayət edir. Bu da eləyir 102,4. Cavab B variantı. Bu belə. Daha sonra nə edirik? Bir dəqiqə. Baxırıq 218-ə. 218. Deməli, burada nə edirik? 1 megabit saniyə. 1 megabit. 1 saniyəyə 1 megabit 1 megabit olan faylı 1 saniyə ötürür. Faylın da ötürməsi 3 dəqiqə vaxt tələb olunarsa, yəni 3 vurulsun 60 yazıram, saniyənin altından da belə yazıram. Buna x yazıram. X bərabərdir 3 vurulsun 60 vurulsun 1, bu da eləyir 180 megabit. Bizdən megabayt soruşur. 180 megabiti də nə edəcəm? Çevirəcəm megabayta. Megalar eynidir. Bitdən bayta gedəndə 180 olduğu kimi yazaq. Bitdən bayta gedəndə 8-ə bölürəm. Bu da eləyir 22,5 megabayt. Cavab C variantı. Aha, bu belə.